Məmmədov Ülvin Cəmaləddin oğlu, vətən uğrunda canından keçən qəhrəman. Tarixin yaddaşına qızıl hərflərlə yazılan aprel döyüşləri Azərbaycan ordusunun gücünü, əskər və zabitlərimizin fədakarlığını, xalqımızın isə milli birliyini bir daha sübut etdi. Bu döyüşlərdə vətən sevgisini hər şeydən üstün tutan igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də Məmmədov Ülvin Cəmaləddin oğlu idi. Ülvin 1996-cı ildə Ağcabəddə Laçın Obaları adlanan yaşayış məntəqəsində Laçın rayonunun Qarakesti kəndində anadan olmuşdu. Erməni işğalı səbəbindən ailəsi doğma yurdunu tərk edərək Ağcabəddə Laçın Obaları adlanan yaşayış məntəqəsində məskunlaşmışdı. O, məcburi köçkünlüyün nə olduğunu uşaqlıq illərindən anlayır, düşmənə qarşı nifrəti vətən sevgisi ilə yoğrulurdu. İdmanla məşğul olan Ülvin fiziki və mənəvi cəhətdən güclü bir gənc kimi böyüyürdü. Onun duyğusallığı və cəsarəti hər kəs tərəfindən sevilirdi. Amma ona ən çox düşündürən bir məsələ vardı. Doğma ata-baba yurdunu düşmən tapdağından azad etmək. Bu istək onun həyatının ən böyük amalı oldu. Ülvin hərbi xidmətini başa vurmaq üzrə idi. Aprelin 1-də tərxis olunmalı idi. Lakin o cəbhədə vəziyyətin gərgin olduğunu biləndə silahdaşlarını tək buraxmağı özünə sığışdırmadı. O tərxis oluna bilərdi, amma ürəyi onu buraxmadı. Çünki bu anı illərlə gözləmişdi. Uşaq yaşlarından bəri qəlbində bir həsrət vardı. İşğal altında olan torpaqlara geri dönmək, azadlıq uğrunda savaşmaq və budur, zaman yetişmişdi. Vətən onu çağırırdı. Əlləri silahına daha möhkəm sarıldı. Ürəyi isə vətənin sevgisi ilə döyündü. O öz yolunu seçdi, döyüş yolunu. Çünki bu yol qeyrət, vəfa, torpaq sevgisinin yolu idi. Könüllü olaraq aprel döyüşlərinə qatıldı. Qorxmadan, tərəddüd etmədən irəli atıldı. O, şəhid oldu, amma məğlub olmadı. Onun fədakarlığı, cəsarəti və qorxmazlığı hər kəsə nümunə oldu. Ülvin təkcə ailəsinin, dostlarının deyil, bütün xalqının fəxrinə çevrildi. Bugün onun adı qürurla anılır, xatirəsi əbədi yaşayır. Ülvinin arzusu gerçəyə çevrildi. Doğma torpaqlarımız 2020-ci ildə düşmən işğalından azad edildi. O bu zəfəri görməsə də öz canı bahasına bu zəfərin təməlini qoyan qəhrəmanlardan biri oldu. Ölümündən sonra o, 3-cü dərəcəli hərbi xidmətdə fərqlənməyə görə medalı ilə təltif olundu. Bu mükafat onun şücaətinin, vətən uğrunda göstərdiyi xidmətin bir nişanəsidir. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Ülvin, sən təkcə ailəmizin deyil, bütöv bir xalqın qüruru oldun. Sənin qanınla suvardığın torpaq artıq sadəcə torpaq deyil, müqəddəsləşmiş vətənə çevrildi. Sən fiziki olaraq aramızda olmasan da, ruhun bu torpağın hər qarışında, azadlıq rüzgarında dalğalanan bayrağımızda yaşayır. Ölüm insanın yox olması deyil, unudulmasıdır. Sən isə heç vaxt unudulmayacaqsan. Ruhun şad, məkanın cənnət olsun, igidim. Laçınlılar tarixi torpaqlarının itirilməsi və məcburi köçkünlük həyatının çətinlikləri ilə üzləşsələr də, dövlətin hər zaman yanında oldular. Onlar dövlətin yürütdüyü siyasəti, azadlıq və müstəqillik uğrunda aparılan mübarizəni dəstəklədilər. Ülvin və onun kimi qəhrəmanlar, Laçın və Azərbaycanın digər bölgələrindən olan gənclər döyüşə qatılmaqla dövlətə sadiqliklərini və vətənə olan bağlılıqlarını bir daha nümayiş etdirdilər. Şəhidlərimizin ruhu azaddır. Çünki onlar öz mübarizələri ilə bu torpağı azad etdilər. Bu torpaqda sülh və sabahın ümidini yaratdılar. Şəhidlik yalnız fiziki ölüm deyil, həm də insanın ruhunun, ideyalarının və vətəninə olan sevginin əbədiləşməsidir. Müstəqillik tariximizdə yeni mərhələ açan 4 günlük və 44 günlük vətən müharibələri Azərbaycan xalqının həmrəyliyini
gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər təkcə torpaqlarımızın azad olunması deyil, eyni zamanda dövlətimizin suverenliyinin bərpası və ərazi bütövlüyümüzün təsdiqi idi. Bu bir müharibənin deyil, uzun illər davam edən diplomatik mübarizənin, iqtisadi güclənmənin və milli ruhun yüksəlişinin məntiqi nəticəsi idi. Qarabağ Azərbaycanın milli qürurunun simvoludur və bu torpaqlarda yalnız sülh, inkişaf və azadlıq hökm sürəcəkdir. Yaşasın Azərbaycan. Müəllif Şirinova Minə. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə Fakültəsinin tələbəsi. Həkəri qəzetinin şöbə müdürü.